Salam uşaqlar, bu dəfə dediyim topludan davam edirik. Bir neçə isbat sualına baxacaq. Belə bir sualla başlayırıq. Şərtdə deyir ki, əgər A və B ədədləri hər ikisi 0 ilə 1 arasında yerləşərsə, isbat edin ki, loqaritm A-dan AB, loqaritm B-dən AB böyük bərabərdir 4. Deməli, bu sual topluda, ikinci isə topluda isbat məsələlərinin 5-ci sualıdır. İndi biz bu ifadəni sadələşdirək. Əgər sadələşdirəndən sonra axırda doğru bir bərabərsizlik alsaq, deməli bunun da doğru olduğunu isbat etmiş olacaq. Ona görə başlayaq birinci bu ifadəni sadələşdirməkdən. Bu ifadə bilirik ki, loqaritm A-dan A topla loqaritm A-dan B olacaq. Çünki daxildə vurma görsək, xaricdə toplama olur. Topla. İndi bu ifadəyə baxaq. Loqaritm B-dən A topla loqaritm B-dən B. Böyük bərabər 4. Bunun cavabı, bunun yox. Bu ifadənin cavabı 1-dir. Bu ifadənin də cavabı 1-dir. Bunları yadda saxlayaq. Və bu birləri bərabərsizlik işarəsinin sağ tərəfinə aparaq. Çıxma olaraq. Yəni, belə bir şey almış olacaq. Loqaritm A-dan B topla loqaritm B-dən A böyük bərabərdir 2. 4 çıx 1 çıx 1 olacaq ki. Sonra bunun davamında gələk bura. Loqaritm A-dan B topla loqaritm B-dən A əvəzinə də 1 bölünsün loqaritm A-dan B yaza bilərikmi? Bilərik. Böyükdür bərabərdir 2. İndi biz loqaritm A-dan B-lərə bir dəyişən kimi baxsaq. Yəni, bir əvəzləmə aparsaq, bir T desək, məsələn, loqaritm A-dan B-yə bir T desək. Onda almış oluruq ki, T üstə gəlinsin 1 bölü T böyük bərabərdir 2. Bu bərabərlik də doğru bir bərabərlik olur. Ki, biz bunu əvvəlki isbat videolarının hansındasa isbat eləmişdik. X üstə gəlinsin 1 bölü X ifadəsinin qiyməti demişdik ki, mənfi sonsuzluqdan mənfi 2-yə qədər birləşsin, 2-dən də müsbət sonsuza qədərdir. Və bunu biz Koşi teoremi ilə, Koşi bərabərsizliyi ilə isbat etmişdik. İndi məsələn, bu suala baxanda deyə bilərsiniz ki, onda bu T üstə gəlsin 1 bölü T ifadəsi nə bilirik 2-dən böyük bərabərdir. Bəlkə mənfi sonsuzluqdan mənfi 2-yə qədərdir. Birləşdir, 2-dən müsbət sonsuza qədər deyil. Bəlkə bunun bu hissəsindədir. Bəlkə mənfi 2-dən kiçikdir. Onu da necə isbat etmiş oluruq? Şərt əsasında. Şərtdə yuxarı sola baxın. Şərtdə deyir ki, A və B ədədlərinin hər ikisi 0-dan 1 arasındadır. Əgər A və B ədədlərinin hər ikisi 0-dan 1 arasındadırsa, onda loqaritm A-dan B ifadəsi müsbət olmalıdır. O qaydanı da bir kənarda yazaq. Əgər A ədədlərinin hər ikisi, A və B ədədlərinin hər ikisi 1-dən balaca, 0-dan böyük olduğunu onsuz da bilirik. Yəni, onu da yazmıram. Hər ikisi 1-dən balaca ya da hər ikisi 1-dən böyük olarsa, bu halda loqaritm A-dan B müsbət bir şey olur. Yəni, böyük 0. Yəni, bu və bu şərt əsasında loqaritm A-dan B 0-dan böyük olur. A və B ədədləri də 0-dan böyükdür. Amma A ədədi 1-dən balaca, B ədədi də 1-dən böyük olarsa, ya da bunun əksi A ədədi 1-dən böyük, B ədədi 1-dən balaca olarsa, bu hallarda loqaritm A-dan B ifadəsi mənfi ifadə olacaqdır. Bu, ən altda çox səliqəsiz yazdım, amma siz bunu səliqəli olaraq dəftərinizə götürdün. Bax, bu bir qayda kimi yadda saxlayaq. Demək, A və B ədədlərinin hər ikisi 1-dən balaca ya da hər ikisi 1-dən böyük olarsa, loqaritm A-dan B ifadəsi müsbət. Əgər A və B ədədlərindən biri 1-dən balaca, digəri 1-dən böyük olarsa, loqaritm A-dan B ifadəsi 0-dan kiçik, yəni mənfi olacaq. İndi burada da ilk şərtdə A və B-nin hər ikisinin 0-dan 1 arasında yerləşdiyini demişdi bizə. O zaman biz də buradan başa düşdük ki, loqaritm A-dan B, yəni T olaraq işarələdiyimiz o ifadə müsbətdir. O zaman o ifadə müsbətdirsə, onda bu X toplansın 1 bölü X ifadəsinin mənfi sonsuzluqdan mənfi 2-yə və 2-dən də müsbət sonsuzluğa qədər qiymətlər aldığını biliriksə, yəni müsbətlər üçün 2-dən müsbət sonsuzluğa,
Mənfilər üçünsə mənfi sonsuzdan -2-yə qədər qiymətlər alır. O zaman yenidən bu ifadəyə qayıdırıq. T üstə gəlinsin 1 böl T böyük bərabərdir 2 bərabərlik doğru olur. Yəni T müsbət olduğu üçün T üstə gəlsin 1 böl T -2-dən balacamı yoxsa müsbət 2-dən böyükmü desək, o zaman müsbət 2-dən böyük olacaq. Və bu bərabərlik ən sonda aldığımız bu bərabərlik doğru olduğundan məsələdə ilk verilmiş bərabərsizlik deməlidim. Məsələdə ilk verilmiş bərabərsizlik də doğru olmuş olur. Keçək digər məsələyə. Deməli, bir üçbucaq verib. Bu da dim toplu ikinci hissədəki isbat məsələlərindəndir. Deməli, bir üçbucaqda bir A tərəfinin qarşısında bir alfa bucağı var və A tərəfinə bitişik bir beta bucağı var və isbat edin ki, sahə bu düsturdan hesablanır. İndi şəklə diqqətlə baxsaq, alfa bucağının qarşısında A tərəfini görürük, beta bucağının qarşısında da hər hansı bir x tərəfi olsun. Sonra o x tərəfini əvəzləyəcək düsturda istifadə etməməyə çalışacaq. Sinuslar teoreminə görə A bölünsün sinus alfa bərabər olmalıdır x bölünsün sinus betaya. Buradan da x nəyə bərabər olur? Çarpaz vurmadan tənasübdən istifadə etsək, A sinus beta bölünsün sinus alfa. İndi bunu yaddaşda saxlayaq. Yəni sahə tapanda x-in əvəzinə bunu yazacaq. Sonra üçbucağın bucaqlarına baxıram. Üçbucağın bucaqlarının biri alfadır, biri betadır. O zaman üçüncü bir bucaq, yəni üçbucağın bucaqları cəmi 180 dərəcə olduğundan, üçüncü bir bucaq olacaq 180 dərəcə çıxılsın alfa toplansın beta. İndi biz bilirik ki, üçbucağın sahəsi 2/1 AB sinus alfa düsturundan tapılırdı. Yəni 2/1 vurulsun 2 dənə tərəf, vurulsun aradakı bucağın sinusu. 2/1 AB sinus alfa. İndi bu üçbucaqda da bu üçbucağın sahəsi 2/1 vur A, vur X, vur sinus aradakı bucaq şəklində tapılmalıdır. Yəni S bərabər olmalıdır 2/1 AX sinus 180 dərəcə mötərizədə alfa toplansın beta. Bu da bərabərdir 2/1 vur A, vur x əvəzinə A sinus beta bölünsün sinus alfa yazaq. Vurulsun. Sinus 180 dərəcə çıxılsın alfa topla beta isə çevirmə düsturu ilə sadələşəcək. 180-də ad dəyişmir. Elə sinus olaraq qalır. Çıxılsın alfa plus beta 180-dən isə çıxanda ikinci rübə denk gəlmiş olur. İkinci rübdə sinus müsbət qiymət alır. Onda işarədə müsbət olacaq. Və olmuş olur sinus alfa toplansın beta. Sinus alfa toplansın beta. Çevirmə düsturundan sadələşdirdik onu da. Və bu ifadəni də daha sadə hala gətirsək, kəsrin xassəsinə görə məxrəcdə olacaq 2 sinus alfa, surətdə olacaq A kvadratı sinus beta sinus alfa üstəgəl beta. Və baxırıq ki, isbat edilməyi istənilən düsturla birə-bir eynidirmi? Bəli, birə-bir eynidir və düstur isbat olunmuş oldu. Bu məsələni ikinci bir üsulla belə də isbat edə bilərik ki, mən bu əvvəlini deyəcəm, gerisini siz özünüz düşünün, dəftərinizdə yazın. Bayaq buna x demişdik, bu tərəfə x demişdik, betanın qarşısındakı tərəfə x. İndi isə alfa ilə betanın qarşısındakı tərəfə bir x deyərik. Qarşıdakı bucaq da dəyişməz. 180 dərəcə çıxılsın alfa toplansın beta olar. Bu dəfə isə sinuslar teoremini A bölünsün sinus alfa bərabərdir x bölünsün sinus 180 çıxılsın alfa plus beta ilə başlayarıq. Onun davamında da bayaq etdiyimiz sahə düsturundan, istifadə etdiyimiz sahə düsturundan yenə də istifadə etsək, o şəkildə də bunu almış olaraq yoxlaya bilərsiniz. Keçək növbəti məsələyə. Növbəti məsələdə isə bir tərəf və həmin tərəfə bitişən iki bucaqdan söhbət gedir və sahə düsturunun
bu olduğunu isbat etmək tələb olunur. O zaman burada isə ya alfanın, ya betanın qarşısındakı tərəflərdən birinə x deyəcəyik. Məsələn, betanın qarşısındakı tərəfə x deyək. İndi burada sinuslar teoreminə görə x bölünsün sinus beta bərabər olmuş olur. Yenə də bayaqki kimi bu hissəyə 180 dərəcə çıxılsın alfa topla beta desək, x bölünsün sinus beta bərabər olmuş olur. A bölünsün sinus 180 dərəcə çıxılsın alfa topla beta. İndi bunu biraz sadələşdirsək, x bölünsün, sağda yazaq ki, sahib üsulunu buraya yerləşdirə bilək. X bölünsün sinus beta bərabər olur. A bölünsün, yenə çevirmə düsturu ilə sinus alfa toplansın beta. Və buradan da x bərabər olur. A sinus beta bölünsün sinus alfa toplansın betaya. Bunu yaddaşda saxlayırıq kənarda. Bu yaddaşda qalır. İndi keçirik bucağın sahəsini yenə iki tərəf və arasındakı bucağın sinusu ilə tapılma qaydasına. Buradakı aradakı bucaq alfa, onun kənarındakı tərəflər isə a ilə x. Yəni s bərabərdir 2də 1 ax sinus alfa. Bu da bərabərdir 2də 1, 2də 1 a. X əvəzinə nə yazırıq? A sinus beta bölünsün sinus alfa toplansın beta vurulsun sinus alfa. Və bu kəsri də toparlasaq, məxrəcdə 2 sinus alfa toplansın beta olmuş olur. Surətdə isə yenə a kvadratı sinus beta sinus alfa olmuş olur. Ya da sinus alfa sinus beta yaza bilərik. Və bu aldığımız düstura baxırıq və verilən düstura baxırıq. Eynidirmi? Bəli, eynidir. Bu məsələ də isbat olunmuş oldu. Keçək digər məsələyə. Növbəti məsələdə deyilir ki, bir çevrənin xaricinə dördbucaqlı çəkilmişdirsə, isbat edək ki, o dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni AB topla CD bərabərdir AD topla BC. Bu arada bu sual topludakı isbat məsələlərində deyil. Sadəcə çevrədən keçdiyimiz bir qaydadır. Çevrələrin xaricinə çəkilmiş çoxbucaqlılar, dördbucaqlılar və çoxbucaqlılar dərsindən bir qaydadır. Bunu isbat edək. Və bir çox isbat məsələsinin həllində də istifadə olunan bir qaydadır bu. Ki, az sonra bu qaydadan istifadə olunan bir isbat məsələsi həll edəcəyik. Deməli, biz bilirik ki, çevrədə bir nöqtədən, daha doğrusu çevrənin xaricində olan bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkilsə, həmin nöqtədən toxunma nöqtələrinə qədər məsafələr eynidir. Yəni bu şəkildə toxunma nöqtələrini görürük. Məsələn, burada 2 dənə toxunma nöqtəsi varsa, o zaman A-dan sağ tərəfə qədər x olarsa məsafə, yəni bu toxunma nöqtəsinə qədər məsafə x olarsa, digər toxunma nöqtəsinə qədər də məsafə x olacaq. Sonra eyni qaydada B-dən çəkilmiş 2 toxunan da bir-birinə bərabərdir. Y. C-dən çəkilmiş 2 toxunan da bir-birinə bərabər olsun. A və A olsun. D-dən çəkilmiş 2 toxunan da bir-birinə bərabər olsun. Bu da B və B olsun uzunluqlar. İndi AB toplansın CD cəminə baxaq. AB toplansın CD. Baxırıq AB nə qədərdir? X plus Y. X üstəgəl Y. Üstəgəl. Baxaq CD nə qədərdir? CD də AB. Yəni A üstəgəlinsin B qədərdir. Bərabərdir. Mən bunları, bu toplananları belə qruplaşdıracağam. A ilə Y qruplaşdırıram. X ilə də B-ni qruplaşdırıram. Yəni bunu mən A üstəgəlinsin Y üstəgəlinsin B üstəgəlinsin X şəklində qruplaşdıraq. A üstəgəl Y nə olmuş olur? Şəkilə baxaq. A üstəgəl Y BC-yə bərabər olmuş olur. BC topla. B üstəgəl X nəyə bərabər olmuş olur? Baxaq. B üstəgəl X də AD qədərdir. Bərabər olur AD. Və nəticə olaraq baxırıq ki, AB plus CD bərabər oldu. BC toplansın AD ya da AD toplansın BC. Və bizə ilk şərtdə verilən bərabərlik ya da eynilik isbat olunmuş oldu.
Növbəti məsələdə, yəni bu məsələdə az öncə öyrəndiyimiz qaydadan da istifadə edəcəyik. Deməli, şəkildə verilən fiqur şərtə görə trapesiyadır. Bunu yazaq ilk olaraq. Deyək ki, trapesiyada hündürlüyü h olan trapesiyada, bu arada bu da topluluğun ikinci hissəsindəki olan isbat məsələlərindən biridir. Trapesiyada yan tərəflər 45 dərəcə və 30 dərəcə bucaq əmələ gətirirlər. Alt oturacaqdan 45 dərəcə və 30 dərəcə bucaq əmələ gətirirlər və trapesiyanın hündürlüyü də h-dır şərtə görə. Və bu şərt əsasında sahənin bu şəkildə tapıldığını isbat edin deyir. İndi biz bu h-ı həm sol tərəfdən, həm də sağ tərəfdən çəkək. Bir dənə sol tərəfdə bir h çəkək. Bir dənə də sağ, yəni yuxarı tərəfin sol təpəsində və sağ təpəsində h-lar çəkək. İndi bu üçbucağa fikir verək. Bu üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaq olmuş olur. 45-45-90 üçbucaq olur. Və sol tərəf, sol yan tərəf h kökdə 2 olmuş olur. Niyə? Çünki Pifaqor teoremi ilə də bunu göstərə bilərik. Bərabər yanlı düzbucaqlı üçbucaqda katetlər x olanda hipotenuz x kökdə 2 olur. Həmin qaydaya əsasən sol yan tərəf h kökdə 2 oldu. Digər tərəfdə əmələ gəlmiş düzbucaqlı üçbucağa baxsaq, 30 dərəcəli bucağın qarşısındakı katet h-a bərabərdirsə, o zaman sağ yan tərəf 2h olacaq. Bilirik ki, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Sağ yan tərəf oldu 2h. İndi bu fiqurun yuxarı və aşağı oturacaqları tutaq ki, A və B olsunlar. Yazaq ki, A və B olsun. İndi biz bilirik ki, trapesiyanın sahəsi necə tapılırdı? A üstəgəl B bölünsün 2 vurulsun h düsturda tapılır. Oturacaqlar cəminin yarısı vur h ya da orta xətt vurulsun h. O zaman az öncə öyrəndiyimiz qaydaya əsasən bilirik ki, A topla B bərabər olmalıdır yan tərəflərin cəmi. Çünki çevrənin xaricinə 4 bucaqlı çəkilibsə, qarşı tərəflərin cəmi bərabərdir. Qarşı tərəflərin cəmi bərabərdirsə, onda A ilə B-ni toplayanda aldığımız cavab ilə h kökdə 2 ilə 2h toplayanda aldığımız cavab eynidir. O zaman A üstəgəl B-nin əvəzinə yazırıq ki, h kök altda 2 toplansın 2h bölünsün 2 vurulsun h. Surətdən h-ı ortaq vuruq çıxartsaq və sağdakı h-a da vursaq, olacaq h kvadrat. Mötərizdə qalmış olur, bərabər isə. Mötərizdə qalmış olur kökdə 2 topla 2 ya da şərtdə verilən kimi 2 topla kökdə 2 yazaq. Məxrəcdə də 2. Sahənin düsturu belə olmuş olur və verilən məsələ, verilən şərt isbat olunmuş olur. Keçək növbəti məsələyə və bitirək. Sadə bir məsələ ilə bitiririk. Deməli, bərabər yanlı trapesiyada diaqonallar perpendikulyar olarsa, isbat edin ki, hündürlük orta xəttdə bərabərdir. Bu məsələ də topulda, ikinci isə topulda isbat məsələlərinin 10-cusudur. Deməli, əgər trapesiya bərabər yanlıdsa, o trapesiyanın diaqonalları da bir-birinə bərabərdir. 1. O zaman biz bu diaqonalı, rənglədiyim, işarələdiyim bu diaqonalı sol tərəfə doğru köçürdək. Və sol tərəfə elə köçürdək ki, yuxarıdakı təpə sol təpənin üstünə gəlsin. Yəni ki, bu şəkildə sol tərəfə köçürdək həmin diaqonalı. Yəni bunu daha doğrusu üzərində də göstərə-göstərə belə edə bilərik. Yəni ki, baxın, bu diaqonalı bu şəkildə sol tərəfə köçürtdük. Sonra alt oturacağı da uzadaq. O qədər uzadaq ki, həmin diaqonalla kəsişsin. Tamam. İndi biz bu diaqonalı paralel olaraq sola köçürtdüksə, onun uzunluğu dəyişmir. Və bucaq 90 dərəcə etsə, kəsişmə bucağı 90 dərəcə etsə, paralel köçürtdüyümüz üçün diaqonlarsa ki, bu 90 dərəcəlik bucaq da dəyişmir. 90 dərəcə olaraq qalır. İndi biz bilirik ki, bu uzunluqla, yaşıl rəngdə qeyd edilən bu uzunluqla digər diaqonal da bir-birinə bərabərdir. Çünki bu ilk yaşıl rənglə qeyd edildiyimiz tərəf ilk diaqonalıdır. İkinci yaşıl rənglə qeyd edəcəyimiz tərəf isə digər diaqonaldır və diaqonallar bir-birinə bərabərdir. İndi bu yaşıl rəng olan hissəyə baxsaz, burada aradakı bucaq 90 dərəcədir və yaşıl rənglər də bir-birinə bərabərdirlər. Burada nə əmələ gəlmiş olur? Bərabər yanlı düzbucaqlı üçbucaq. Tamamdır.
İndi aşağını da qeyd edirəm yaşıl rənglə. Yəni ki, burada bu üçbucağa, əmələ gəlmiş üçbucağa diqqətlə baxaq. Buradan aşağı az sonra bir dənə hündürlük çəkəcəyik. İndi bu trapesiyanın oturacaqları A və B olsaymış, biz diaqonalı sürüşdürdükdən sonra burada bir paralelogram əmələ gələcəkdir. Yəni paralelogram əmələ gəlib. Paralelogramın da qarşı tərəfləri bir-birinə bərabərdirsə, aşağı sol tərəfdəki hissədə A-ya bərabər olacaq. Yəni ki, alınmış bu düzbucaqlı üçbucaqda, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğu A topla B-dir. İndi bir dənə hündürlük çəkirik. Bu hündürlük həm bərabər yanlı düzbucaqlı üçbucağın hündürlüyü, həm də trapesiyanın hündürlüyüdür. Tamamdır. Bu hündürlük olur H. İndi biz bilirik ki, bərabər yanlı üçbucaqlarda təpədən çəkilən hündürlük həm mediandır, həm də tən böləndir. Belə bir qayda bilirik. O zaman bu H xətti də həm hündürlükdür, həm də mediandır. Biz bunun median olma qaydasından istifadə edəcəyik. Demək, H xətti həm də mediandır. Düzbucaqlı üçbucaqda da düzbucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısı qədər olurdumu? Olurdu. Onu da ilk isbat videolarından birində isbat etmişdik. Düzbucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısı olur. Yəni düzbucaq təpəsindən hipotenuza çəkilən median, yəni H bərabər olur hipotenuzun yarısına. Yəni A üstəgəl B bölünsün 2-yə. Bəs trapesiyada A üstəgəl B böl 2 dediyimiz düstur nəyin düsturudur? Orta xəttin düsturudur. Və bununla da H bərabər orta xətt qaydası isbat olunmuş olur. Bununla da bu videonu bitirək. Topludan isbat məsələlərinə baxmağa davam edəcəyik və ya başqa maraqlı isbat məsələlərinə də baxmağa davam edəcəyik. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun, izləmədə qalın.